Son vaxtlar yollarda süni tıxacların yaranmasına səbəb olan əsas problemlərdən biri sürücülərin texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmasıdır. Belə nəqliyyat vasitələri yolun hərəkət hissəsində sıradan çıxdıqda nəqliyyat axını pozulur, hərəkət ləngiyir və digər sürücülər üçün ciddi narahatlıq yaranır. Bəzi hallarda sürücülərin avtomobillərində mövcud olan texniki nasazlıqdan xəbərdar olduqları halda belə bu riskləri nəzərə almadan yola çıxırlar. Yolun ortasında qəfil dayanan bu cür nəqliyyat vasitələri həm tıxacın yaranmasına, həm də qəza şəraitinin formalaşmasına, bir çox hallarda isə yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Nəticədə onlarla, bəzən yüzlərlə sürücünün hərəkəti təhlükə altına düşür. Xatırladaq ki, yol hərəkəti haqqında qanuna əsasən texniki nasazlığı olan nəqliyyat vasitəsinin istismarı qadağandır. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə görə bu cür hallara yol verən sürücülər 50 manat məbləğində cərimə edilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə və nasaz avtomobillərlə yola çıxmamağa çağırır. Unutmayaq ki, yolda qalan nasaz avtomobil təkcə bir sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə və rahat hərəkətinə birbaşa təsir göstərən ciddi problemdir.